Şagirdlər bugün onlayn 9-cu sinif buraxılış imtahanı işləyirik. Gördüyünüz kimi mənə 3 saat vaxt verilmişdi və 10 dəqiqəm artıq getdi. Amma hələ ki suallara tam baxmadım. Deməli, uşaqlar, bu bir növ 27 aprel 2025-ci ildə 9-cu siniflər buraxılış imtahanı verəcək. Bəzi 3-cü zonalar. Yəni 3-cü zonalar. Ona görə də bir növ onlara dəstəkmiş kimi mən bu videonu çəkmək istəyərdim, yəni. Ona görə də elə çəkirəm, bir növ onlara dəstək olaram. Deməli, gəlin başlayaq. Bir neçə dənə qrammatikadan sual işləyəcəyik. Əsasən bir dənə də qəşəng bir mətn işləyəcəyik. Əlini kim axtarır cümləsindəki mübtəda nə ilə ifadə olunubdur? Əlini kim axtarır? Uşaqlar, axtarır kim? Kim axtarır uşaqlar? Əlini, kimi? Kimdir də burada mübtəda? Ona görə də nədir uşaqlar? Sual əvəzliyi ilə ifadə olunubdur. Çoxmənalı sözü göstərin. Şam çoxmənalı deyil uşaqlar. Un, metafor, traktor çoxmənalı deyil. Ağız çoxmənalıdır. Biz bilirik ki, duyğu orqanlarının da bəziləri, hətta bir çoxu çoxmənalıdır. Deməli, hansı cümlənin xəbəri sifətdir? Gəlin baxaq. Evləri yuxarıdadır. Yuxarıdadır, haradadır? Uşaqlar, bu zərflikdir. Ondan xəbər yoxdur. Yoxdur, necə sifətinin sonuna cavab verə bilər ki? Gəlimlərini itirmişdi. İtirmişdi, nə etmişdi? Xasiyyəti beləymiş, bu da deyil. Həyat qəribədir. Necədir? Qəribədir. Deməli, sifətinin sonuna cavab verən təkcə C variantı oldu. Xəbəri sifətdir deməli bunun. Aha, gəl bunu sizə izah edeyim. Mən bunu bir-iki dənə suala baxdım. Elə bir də buydu. Vasitəsiz nitqli cümlənin sxemini müəyyən edin. İnam ən yaradıcı qüvvədir, dedi müəllim. Həmişə inamla yaşamaq lazımdır uşaqlar. Qüvvədir, dedi müəllim. Belə, D variant. İndi, hansı sırada olan sözlərdə müxtəlif hərflər eyni səsi ifadə edir? Deməli, uşaqlar, müxtəlif hərflər olsun, amma eyni səsi ifadə eləsin. Aşiq, məşuq. Burada uşaqlar eyni hərflərdir. Amma bizdən müxtəlif hərflər soruşur axı. Elə bu variantda çıxır uşaqlar. Çanta, anket. Burada eyni olan hansı hərflər var? T-dır, n-dır da uşaqlar. Və A-dır. Bunların heç biri müxtəlif səs ifadə etmir və yaxud da müxtəlif hərflər deyil. Kəpək, ürək. Düzdür, kəpək, ürək olur. Amma uşaqlar, bunlar eyni hərflərdir axı. Biz dedik ki, müxtəlif hərflər eyni səs ifadə etsin. Yaş, şərf. Burada da olmur. Deməli, uşaqlar, cavabımız A variantıdır. Niyə? Çünki qonaq, xəritə. Burada Q, burada da X müxtəlifdir, amma hər ikisi də eyni səsi ifadə edir uşaqlar. Belə. Aha, bunu da başa salam sizə. Hansı cümlədə xitab söz birləşməsi ilə ifadə olunubdur? Xitab bilir ki, nədir uşaqlar? Müraciət eləyəndir də. Yəni, müraciət eləyirsən ona. Həmin o söz xitab adlanır. Ey cavan, kömək əlini uzat. Burada xitabımız ey cavandır, amma söz birləşməsi ilə ifadə olunmuyubdur. Aha, bizdən söz birləşməsini istəyir. Deməli, Əli, onu nə vaxtdan tanıyırsan? Əli burada söz birləşməsi deyil uşaqlar, sözdür. Elmar, danış, susma. Elmar da söz birləşməsi deyil uşaqlar, sadəcə sözdür. Ehi, sənin deyəm, igid. İgid də burada nədir uşaqlar? Söz birləşməsi deyil də, sadəcə bir sözdür. Amma Adağlar qızı, sən nə gözəlsən. Adağlar qızı, dağlar qızı nədir uşaqlar? Söz birləşməsidir. Bizdən də elə bunu soruşurdu ki, hansı cümlədə xitab söz birləşməsi ilə ifadə olunub bu cümlədə? Yəni cavabımız B variantı. Aha. Mən bunları ən yaxşısı sileyim uşaqlar. Sadəcə bizim indi işlədiklərimiz qalsın. Aha. Deməli. İndi bir dənə də mətn işləyirəm. 27 aprelə dəstək məqsədi ilə və görək biz nələrdə buna diqqət edəcəyik uşaqlar. Deməli, başlayırıq. Gələcək bugündən başlayır. Zəngin bir adamın qulu var idi. Bir gün həmin qul ağasının yeganə oğlunu suda batmaqdan xilas etdi. Ağa qula azadlıq verdi. Bunun əlavə ona çoxlu var dövlət və istədiyi yerə gedə bilməsi üçün yelkənli qayaq da hədiyyə etdi. Keçmiş qul özünə avar çəkənlər tutub okeanla səyahətə çıxdı. Amma qəfil başlayan fırtına onun qayığını içindəkilərlə birgə dənizin dibinə sürüklədi. Özünü isə dalğalar bir sahilə atdı. Orada çoxlu adam toplaşmışdı. Sahildəki adamlar oğlanı görən kimi həyəcanla onu salamlamağa başladılar. Baxın, şahımız gəldi. Mən niyə şah adlandırırsınız? Əlimdəki paltardan başqa heç nəyə gümanım yoxdur.
Yerli sakinlər izah etdilər. Bu il bizim şahımız sən olacaqsan. Biz hər il özümüzə yeni şah təyin edirik. Oğlan üzünü cəmaata tutdu. Demək mən yalnız bir il şahlıq taxtında oturacağam. Bəli, sonra nə edəcəyəm? Sonra biz səni adadan qovacağıq. Aha, bəs mən hara gedəcəyəm? Bilmirik. Biz ancaq onu bilirik ki, növbəti bir ildə şahımız sənsən. Şah əmr etdi ki, adadakı ən müdrik adamı onun yanına gətirsinlər. Müdrik gələndə şah ondan soruşdu. Sən mənə elə məsləhət verə bilərsənmi ki, işimi düz qurum, gələcəkdə heç nəsiz qalmayım. Müdrik dedi, nə qədər ki taxt tacı sənə aiddir, yaxınlıqdakı adaların birinə adamlarını göndər və orada, onda sənin ikinci bir dövlətin olacaq. Bir ildən sonra isə ora köçərsən. Şahı maraq bürüdü. Bəs məndən əvvəlki şahlar niyə belə etməyiblər? Müdrik cavab verdi. Onlar hər gün işi yubadır, sabaha saxlayırdılar. Şah əminliklə dedi. Mən mütləq sənin məsləhətinə əməl edəcəyəm. Özümə əvvəlki şahların taleyini arzulamıram. Həqiqətən də şah tezliklə yaxın adaların birində yeni dövlət qurdu və buradakı müddəti sona çatdıqda həmişəyi şah olmaq üçün oraya köçdü. Biz həmişə sabahımızı düşünməliyik. Yadda saxlamaq lazımdır ki, parlaq gələcək bugündən doğur. Bu günümüzlə sabahımız arasında uçurum yaransa, sonra onu düzəltmək mümkün olmayacaq. Verilmiş başlıqlardan biri ilə mətnin heç bir tərkib hissəsini adlandırmaq olmaz. Şanslı qulu adlandırmaq olar. Çünki qul deməli şahın oğlunu xilas etdi və yəni zəngin bir adamın oğlunu xilas etdi və ona çoxlu var dövlət verildi və azad edildi. Tədbirli şah. Aha, burada da elə bunu yəni adlandırmaq olar. Səxavətli ağa, bədbəxt qul, müdrik qoca. Müdrik qoca var, səxavətli ağa ola bilər. Amma bədbəxt qul yoxdur uşaqlar. Niyə burada bədbəxt olsun ki? Yəni. Mətnin hansı hissəsində müəllif tərəfindən ibrətamiz fikirlər verilmişdir? Müəllif tərəfindən ibrətamiz fikirlər sonda verilir uşaqlar, nəticə hissəsində. Mətnin işarə qoyulmuş hissəsinə yazıla biləcək cümlələrdən biri üslubi baxımdan digərlərindən fərqlənir. Uşaqlar, bu arada, burada ağa nə idi? Mən tam başa düşmədim, amma mən yenə D variantını götürürəm. Mətnin işarə qoyulmuş hissəsinə yazıla biləcək cümlələrdən biri üslubi baxımdan digərlərindən fərqlənir. Gəlin bu hissəyə baxaq. Baxın, şahımız gəldi. Oğlanın gözü kəlləsinə çıxdı, oğlanın matı qutu qurudu, oğlanın gözləri dörd oldu, oğlan heyrətləndi, oğlanın ağzı açıla qaldı, heyrətləndi, gözü kəlləsinə çıxdı, gözləri dörd olduğunu götürə bilərik. Mətnin giriş hissəsində nömrələnmiş cümlələrdən biri çıxarılsa, məzmuna xəlal gəlməz. Mətnin giriş hissəsində. Zəngin bir adamın qulu vardı. Bir gün həmin qul ağasının yeganə oğlunu suda batmaqdan xilas etdi. Aha. Bir gün həmin qul, yəni biri çıxartsaq məncə xələl gələr məzmunumuza. Bir gün həmin qul ağasının yeganə oğlunu suda batmaqdan xilas etdi. Ağa qula azadlıq verdi. Bundan əlavə ona çoxlu var dövlət və istədiyi yerə gedə bilməsi üçün yelkənli qayıqda hədiyyə etdi. Keçmiş qul özünə var çəkənlər tutub okeanla səyahətə çıxdı, amma qəfil başlayan bir fırtına onun qayığının içindəkilərlə birgə dənizin dibinə sürüklədi. Özünü isə dalğalar bir sahilə atdı. Orada çoxlu adam toplaşmışdı. Sahildəki adamlar oğlanı görən kimi aha, məncə 5-dir uşaqlar. 5-dir. Çünki 5-i çıxartsaq yenə məzmunumuza xələl gəlmir. 5-dir məncə. 5 götürək. Üzərində rəqəm yazılmış hansı söz məcazi mənada işlənmişdir? Aha, ən asan suallardan biri. Zəngin bir adam həqiqi mənadadır uşaqlar. Yeganə oğlu da həqiqi mənadadır. Yelkənli qayıq təbii ki də həqiqi mənadadır. Sonra uşaqlar, biz özümüzə yeni şah. Aha, bu da həqiqi mənadadır. Parlaq gələcək. Aha, parlaq gələcək uşaqlar təbii ki də məcazi mənadadır. Yəni demək istəyir ki, parlaq gələcək, yəni xoşbəxt gələcək, yəni bir inamlı gələcək, yəni yaxşı bir gələcək o mənada. Təbii ki də parlaq ola bilməz də gələcəyimiz. 5 idi də o, hə? 5. Nə tökərsən aşına, o da çıxar qaşığını atalar sözü mətndə kimin davranışına aid etmək olar. Təbii ki də uşaqlar qulun davranışına. Çünki qul da neyləmiş uşaqlar? Qul ağanın oğlunu xilas etmişdi. Onu da şah elan etmişdilər sonradan.
Mətnə seçsən düz xəttin yerinə mənası hər hansı yerdə yaşamağa başlamaq izahına uyğun gələn məcazi mənalı ifadə yazın. Mətnə seçsən düz xəttin yerinə. Düz xəttin yerinə. Düz xətt. Nə qədər ki taxtaç sənə aiddir, yaxınlıqdakı adaların birinə adamlarını göndər və orada yerləş. Hər hansı yerdə yaşamağa başlamaq, amma məcazi mənalı. Yerləş. Orada mənimsəmək nə əlaqə burada uşaqlar? Mənimsəmək əlaqəsi yoxdur. Qaçmaq da deyil. Yurt salmaqdır məncə. Yurt salmaq. Yurt salmaq olar. Altına çəkilmiş sözü hansı sözlə əvəz etmək olar? Gəlin baxaq. Altına çəkilmiş söz hansıdır? Yubadır. Onlar hər gün bu işi yubadır, sabaha saxlayırdılar. Yəni ləngidir də, yəni. Görək varmı elə bir şey? Var imiş. Ləngitməkdir. Şahı özündən əvvəlki şahlardan fərqləndirən cəhət nə idi? Uşaqlar, nə idi cəhət? Nə idi? Təbii ki də o digərləri kimi işini sabaha saxlamırdı, yubatmırdı və müdrik qocanın sözünə əməl edirdi. Belə. Biraz dəyişə bilərik bunu. Şəkil təbii də qoymuruq. Davam edirik. Mətnə əsasən nə oldu bu? Niyə belə oldu ki? Mətnə əsasən şahın ağıllı və tədbirli olduğunu sübut edən bir fakt müəyyən edib yazın. Bəs niyə bunların hər ikisinə yeni bir şey yazıldı? Uşaqlar, onu başa düşmədim. Bir dəqiqə, buradan görüm silib məsələn bir saniyə uşaqlar. Nöqtə qoysam görüm 11-sində nöqtə qoyulacaq mı yoxsa? Nöqtə qoyuldu. Gəlin elə əvvəlki şeyləri yazaq uşaqlar. Mən yazıb gəlim. Uşaqlar, çalışın ki, məsələn, mən burada yazıram, o digərləri kimi işini sabah saxlamırdı, yubatmırdı. Müdrik qocanın sözünə əməl etdirdi. Uşaqlar, çalışın ki, mətndə sizə hansı ki faktları verib ki, digərləri işləri yubadırdı, amma bu yubatmadı. Yəni, müdrikin sözünə həqiqətən də əməl elədi, ada tikdi və orada yaşadı uşaqlar. Bunu niyə deyirəm? Çünki açıq suallar sizə 5,88 bal verəcək uşaqlar Azərbaycan dilindən. İstəyirəm ki, siz daha yaxşı yazasınız. Mən aprelin 20-si verdim imtahanı. Bacardığım qədər mətnin faktlarından istifadə edib elə yazdım açıq suallarımı. İnşallah ki, tam bal verərlər, artıq onu bilmirəm. Öz işlərinə qalıbdır. Yəni, sizə deyirəm ki, mətndə olan faktları əsaslandırıb bura yazın. Məsələn, bizdə mətndə deyildi ki, o həqiqətən də işini sabaha saxlamırdı. Digərləri isə işini sabaha saxlayırdı və buna görə də nə olurdu uşaqlar? Onlar zənginləşmirdilər. Yəni, müdrikin sözünə qulaq asmadıqlarına görə onlar heç nəsiz qalırdılar. Yəni, mümkün qədər mətndəki faktlardan istifadə etməyə çalışın. Sizə deyəcəyim budur, uşaqlar. Düzdür, sizə belə bir mətn də düşəcək, uşaqlar. Amma mən bu mətni bilmirəm, oxuyum yoxsa oxumayım. Gəlin oxuyaq. Gəlin, sırf 27 aprellər üçün oxuyaq. Deməli, dünya muzeyləri. Muzey milli mədəniyyət nümunələrimizin qorunduğu məkandır. İstər keçmişin bizə gəlib çatan qiymətli tarixi mədəniyyət abidələri, istərsə də müasir dövrdə yaradılmış gözəl sənət nümunələrini gələcək nəsillər üçün mühafizə etmək bugün olduqca vacib məsələdir. 1473-cü ildə Papa Yuri tərəfindən əsası qoyulan Vatikan muzeyləri hələ də dünyanın ən böyük muzeylərindəndir. Muzeylərdə əsasən Renessans dövrünə aid maraqlı əsərlər var. Məsələn, Mikelangeloya aid Sonuncu Məhkəmə adlı rəsm Sist Kapellası muzeyindədir. Sist Kapellası kimi bir çox muzeylər papalar üçün tikilən saraylarda qurulduğundan divarlar, döşəmələr, tavanlar maraqlı əl işləri zəngindir. Vatikan muzeylərinin bəzilərinə pulsuz, bəzilərini isə 5-10 avro ödəyərək daxil olmaq mümkündür. Paris şəhərində yerləşən Louvre muzeyində 300 mindən çox əsər var. Burada bir saniyəlik dayanıram uşaqlar, bir saniyəlik dayanıram. Çünki
İndi mən düzü burada, yəni ekrandayam məsələn, belə eləsəm, məsələn, sonra bu tərəfə keçsəm, artıq məcburam ki, buranı silim. Amma siz çalışın ki, uşaqlar. Məsələn, biz uca sualların birini oxuduq ki, fərqləndirən xüsusiyyət nədir? Siz çalışın ki, həmin onu qeyd edin. Yəni götürürsünüz sadə karandaş, bu qeydlərin altından xətt çəkirsiniz ki, sonra sizə onu tapmaq daha asan olsun uşaqlar. Həm də vaxtınız da yetməsin, həqiqətən də. Çox önəmli bir şeydir, həqiqətən. İllərdə, baxın uşaqlar, illərdir. Sonra əsas faktlardır ki, bəzilərinə pulsuz, bəzilərinə 5-10 avro ödəyərək daxil olmuşdu. Daxil olmaq mümkündür, yəni. Baxın uşaqlar, belə faktları qətiyyən gözünüzdən qaçırmayın, qətiyyən. Çünki hər bir sual buna aid ola bilər uşaqlar. Aha, indi davam edirik. Paris şəhərində yerləşən Louvre muzeyində 300 mindən çox əsər var. Louvre'da antik Misir, Yunan, ərəb mədəniyyətlərindən tutmuş Leonardo da Vinci, Michelangelo, Rembrandt kimi məşhur rəssamlara qədər hər şeyə rast gəlmək olar. 14 girişi olan muzeyi tamamilə gəzmək üçün 3 gün vaxt lazımdır. Muzeyə giriş puludur. Aha, bildik ki, bunda da muzeyə giriş puludur. London şəhərindəki muzeydə dünyanın hər tərəfindən gətirilən antik əsərlər sərgilənir. Muzey 1753-cü ildə hazırlansa da, açılışı 1759-cu ildə edilib. Kitabxanasında 7 milyondan artıq kitabı olan muzeydə 105 min əl yazma, təxminən 100 min xartiya və məktublar, 3 mindən çox papirus kağız var. Muzeyə giriş pulsuzdur. Aha, biz bilirik ki, bu muzeyin isə girişi pulsuzdur. Sankt-Peterburq şəhərində yerləşən Ermitaj muzeyinin əsası 1764-cü ildə Kraliça Yekaterina tərəfindən qoyulub. 5 milyonan ibarət muzeyin 350 zalında 3 milyonadək eksponat sərgilənir. Ermitajda Azərbaycana aid bir çox metal sənəti nümunələri də var. 19-cu əsrin axırları Naxçıvandan tapılan 7-ci əsrə aid 35,6 sm hündürlüyündəki fiqurda alimlərin fikrincə Qafqaz Albaniyasının hökmdarı Cavanşir təsvir edilir. Misir muzeyi qədim Misir mədəniyyətinə aid əşyaların satılmamağı və oğurlamamağı üçün yaradılıb. 120 mindən çox əsərin toplandığı muzeydə Tutanhamonun məzarı və 9 mumya nümayiş olunur. 2011-ci ilin yanvar ayında Misirdəki etiraz aksiyaları vaxtı muzeydən bəzi eksponatlar oğurlanmış, sonradan tapılaraq muzeyə qaytarılmışdı. Mətndə adı çəkilən muzeylər üçün ortaq cəhət nədir? Bu arada mən bir dəfə oxuyuram uşaqlar. Videonun vaxtı az deyə. Sizə vaxta çox getməsin deyə. Sizin orada daha çox vaxtınız olacaq uşaqlar. Çalışın ki, o vaxtdan maksimum istifadə edin. Yəni çalışın ki, maksimum dəyərləndirin də o vaxtı. Mən şəxsən elə bir şey yaşamadım imtahanda. Ana dil və ingilis dilinə aiddir, amma riyaziyyata həqiqətən də az vaxtım qaldı. Yəni az deyəndə tam da onsuz da mən yaxşı deyildim riyaziyyatda. Amma riyaziyyata tam belə çatdıra bilmədim. Bəlkə təzədən oxuyub, bəlkə nə isə yaza bilərəm deyə bir vaxt olmadı. Ona görə də sizə deyirəm ki, tamamilə maksimum dəyərləndirin uşaqlar vaxtınızı. İndi deyir ki, mətndə adı çəkilən muzeylər üçün ortaq cəhət nədir? Bu arada siz mətni bir dəfə oxuyub keçmirsiniz. 2 dəfə oxuyursunuz, anlamasanız 3 dəfə oxuyursunuz. Amma necə? Məsələn, mən deyək ki, mən birinci abzası oxudum, İkinci abzasa keçəndə, ikinci abzası da oxudum. Üçüncü abzasa keçəndə ikinci abzası yadımdan çıxdı. Təzədən dönürsünüz, bunu oxuyursunuz. 2 dəfə, 3 dəfə tam dərk eləyənə qədər oxuyursunuz uşaqlar. Mən 30-da 28 yazdım. Amma o belə mənim üçün yaxşı nəticə deyil o qədər də. Çünki mən 30-da 30 gözləyirdim. O da əslində diqqət səhvləri oldu. Mən onlara təzədən baxsaydım 100% əmin idim ki, həqiqətən də mən doğru yazardım. 30-da 30 yığardım. Amma belə oldu. İnşallah ki, siz 30-da 30 yığarsınız və super yazarsınız inşallah ki. Deməli, muzeylər üçün ortaq cəhət nə idi? Uşaqlar girişin pulu ödənişli və yaxud da pulsuz olmağı, Azərbaycana aid sənət nümunələrinin olması. Baxaq indi, görək. Gördük ki, həqiqətən də Sankt-Peterburq şəhərindəki Ermitaj muzeyində deməli, Azərbaycana aid olan bir çox sənət nümunələri var idi. Sonra gördük ki, aha, burada baxaq görək, burada elə bir şeydən danışmayıbdı. Aha, sonra gördüyünüz kimi, deməli, oxuyuram mən bunları. Deməli, yoxdur. Mən görmədim. Mədəniyyət nümunələrinin olması. Dünyanın ən çox ziyarət edilən, ən zəngin muzeylərini nəzər salaq cümləsi harada yerləşən muzey haqqında olan abzasdan əvvəl gəlməlidir.
dünyanın ən çox ziyarət edilən, ən zəngin muzeylərinə nəzər salaq deyir uşaqlar. Ən çox ziyarət edilən. Deməli, baxaq görək. Oxuyuram belə. Ən çox deməli eksponat, ən çox sərgilər Sankt-Peterburqda yerləşir. Fikirlərdən biri yanlışdır. Vatikan muzeylərində dini rəsmlər mühafizə olunur. Mikelangeloya aid rəsm əsərlərindən biri Vatikan muzeyindədir. 2011-ci ilin yanvar ayında Misirdə etiraz aksiyaları baş vermişdir. London və Sankt-Peterburq muzeylərinin yaranma tarixi eyni əsrə aiddir. Louvre muzeyində 300 mindən çox əsər var. Gəlin baxaq, indi hamısına bir-bir baxırıq. Deməli, Louvre muzeyində 300 mindən çox əsər var. Deməli, bu variantımız doğrudur uşaqlar. Gördünüz, çox asan bir şəkildə bir neçə saniyəyə bir variantımız artıq getdi. Deməli, Vatikan muzeylərində deyir ki, dini rəsmlər. Baxaq, deməli, görək. Aha. Hani elə bir şey yazılıbdır ki, burada. Hələ dünyanın ən böyük muzeylərindəndir. Muzeylərdə əsasən Rənesans dövrəndə maraqlı əsərlər var. Deməli, yoxdur axı burada elə bir şey. Yoxdur uşaqlar. Gəlin elə bu variantı biz götürək. Amma siz belə eləməyin. Siz əməl başda oxuyun. Mən bu dəqiqə, yəni məsələn, bir də mətnə tez yenidən keçiş eləyən kimi gərək gedim oradan baxım. Amma siz qətiyyən belə eləməyin. Sizin gözünüzün qabağında olacaq mətn, ona görə sizin üçün daha asan olacaq. Bu. Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə verilmiş mətn üçün ortaq cəhət nədir? Verilmiş mətn üçün ortaq cəhət nədir? Deməli, gəlin baxaq. Burada Azərbaycan haqqında dəqiq yazdılar uşaqlar. Deyir ki, deməli, baxaq. Burada bir dənəsi var. Deyir ki, Ermitajda Azərbaycana aid bir çox metal sənəti nümunələri var. 19-cu əsrin axırları Naxçıvandan tapılan 7-ci əsrə aid 35,6 sm hündürlüyündəki fiqurda alimlərin fikrincə Qafqaz Albaniyasının hökmdarı Cavanşir təsvir edilib. Deməli, biz bunu götürək. Hələ ki, bizdə ən məntiqli cavab budur da. Hansı muzeylərin yarandığı dövr haqqında mətndə məlumat yoxdur. Bir dənə var idi uşaqlar orada. Onun haqqında məsələn var da. Məsələn, Rənesans dövrü. Deməli, Vatikan muzeyi getdi. Vatikan muzeyi olan variantlarımız da getdi. Yəni, bir olan variantlarımızı çıxırıq. Aha, 2 dənə variantımız getdi indidən, düzdür. Sonra, indi gedək. Baxaq. Sonra. Aha, baxaq. Deməli, Rənesans dövrü getdi. Şeyində bu yoxdur. Məsələn, Louvre muzeyi bizim doğru variantlarımızdan biri olacaq. Sonra Louvre muzeyi bir də nədir bu? Bir dəqiqə görək. Louvre hansıydı? Hə, belə. Londonda yoxdur uşaqlar. London olan variantı götürəcəyik. Demək, bir olanları çıxırıq, 3 olanlar qalır. Yəni, baxın, deməli, Sankt-Peterburq və Londondakı var. Sankt-Peterburq və Londonda olanlardan məlumat var. Sankt-Peterburq və London, plus da Vatikan. 1, 3, 4 olmayan variantlarda 2, 5'li yalnız. Deməli, doğru cavabımız B variantı olacaq. Muzeylərin əhəmiyyəti nədən ibarət ola bilər ki, milli mədəniyyət nümunələrinin qorunmasıdır da. Yığılan pul nəyə sərf olunmalıdır? Aha, deməli, yeni muzeylərin açılmasına.
Ölkə adları uyğun şəkildə boşluqlara hansı arıcılıqla yazılmalıdır? Da bunu bilmirəm uşaqlar. Bunlar artıq qalsın məncə. Gəlin bunu yoxlayaq. Nədir mənim bu yanlış suallardan çəkdiyim? Uşaqlar 64.7 oldu. Niyə? Niyə? Çünki uşaqlar təbii ki də mən gedibdiyimdən 94 yığmışam. Uşaqlar təbii ki də çünki deməli biz bunların ən son ikisini yola verdik və onlar çıxdı. Deməli baxaq 43 və 52-ci suallara. Aha, bu biraz qarışıq idi həqiqətən də. Deməli Sankt-Peterburg. Amma bu nasıl? Hə, Vatikan imiş. Yaxşı uşaqlar, yaxşı. İngilis dilində burada 2 dənə sual yazmışdım. İkisi də düz çıxdı, görürsüz. Belə. Yaxşıdır. Yaxşıdır. Təbii ki də, amma təbii ki də daha diqqətli oxusaydım və açıq suallarda təbii ki də yazsaydım uşaqlar daha çox bal verəcəkdi mənə. Mən bunu əsasən sizə dəstək üçün çəkdim ki, mətnləri necə işləyə bilərsiniz, qrammatikanı necə işləyə bilərsiniz, amma təbii ki də mənim gözümün önündə olmadığı üçün mətin, mən onu təbii ki də tam qəşəng işləyə bilmədim. Deməli, bu nə idi? Hə, buna təbii ki də daha yaxşı baxa bilərdim, amma mətn gözümün önündə deyil. Amma digər suallarımız doğrudur uşaqlar. Narahat olmayın ona görə də. Aha, baxın, digərləri doğrudur. Süper. Sağ olun, sizlərə də təbii ki də bol-bol uğurlar arzulayıram. Yəni inşallah ki, gedib 300 yığıb gələrsiniz həqiqətən də. Artıq bir 300 olsun yəni. Həqiqətən də sizə bol-bol şans, uğurlar arzulayıram. Sizə dediyim bütün tüyolardan yəni istifadə edin. Yəni bacardığınız qədər diqqətinizi, fikrinizi uşaqlar ancaq dərsə yönəldin. Heç qəti sürətdə həyəcanlanmayın. Nə də olsa 4 gün əvvəl mən də imtahan vermişdim. Qətiyyən həyəcanlanmayın. Uşaqlar, niyə həyəcanlanırsınız? Normal bir sınavdır da, bu sizin həyatınızı həll eləmir. Ona görə də özünüzə inamınız olsun. Yəni super inamla girin, inamla çıxın. Həqiqətən də özünüzə inansınız. Əmin olun ki 280 plus yığasınız da yəni. Sizə bol-bol uğurlar arzulayıram. Biz bu suallara gördüyünüz kimi tam diqqətlə baxmadıq. Əlbəttə ki, mən bunları da doğru yazıb tamamladım. Belə uşaqlar. Dediyim şeylərə %100 əməl edin uşaqlar. Həqiqətən də mən bilirəm ki, bu sizin üçün çox faydalı olacaq. Belə. Özünüzü o qədər də yormayın. Yəni onsuz nə qədər çalışmışsınızsa artıq bundan sonra onu tətbiq eləyəsiniz də imtahanda. Həqiqətən də. Buna görə də qətiyyən yorulmayın, həyəcanlanmayın. Və belə, yəni özünüzə də inamınız olsun təbii ki də uşaqlar. İnamsız getmirik. Neyinirik uşaqlar? Özümüzə inanırıq. Biz bilirik ki, gedib həqiqətən də yüksək bir nəticə yığacağıq. Gözləyirik özümüzdən yüksək bir nəticə və həqiqətən də məqsədimiz odur. Deyək ki, deməli, məqsədin hara, mənzilin ora uşaqlar. Niyyətin hara, mənzilin ora. Ona görə niyyətimizi üstün tutmalıyıq ki, bizim mənzilimiz də ora olsun. Belə uşaqlar, gördüyünüz kimi digər suallarımızın hamısı düz çıxdı. Hansı ki, bunlara da tam o qədər də tam fikir verməmişdim. Təbii ki, o kağız üstündə olanda, mətn sənin gözünün qarşısında olanda sən daha yaxşı anlayırsan. Belə. Verdiyim tüyolardan da %100 istifadə edin. Bu arada bilmirəm artıq bu videoya neçə nəfər baxacaq, neçə nəfər baxmayacaq, amma baxanlara deyərdim ki, yəni həqiqətən də sona qədər dinləyin ki, mənim verdiyim tüyolardan istifadə edin. Dediyim kimi mətn oxuyanda nə edirsiniz uşaqlar? Təbii ki də birincini oxudum, buranı oxudum tutalam ki, keçdim buna. Sonra mən üçüncüyə keçəndə bunu oxudum, bitirdim. Amma mənim birinci abzas yadımdan çıxdı da. Nə edirəm uşaqlar? Təbii ki də mən bunu oxusam, 4-cü abzası, 5-ci abzası, 6-cı abzası falan ondan sonra davam elətdirib oxusam uşaqlar daha da az nəticə göstərəcəm. Yəni ki, mənim bu artıq yadımdan çıxıbdı da. Mənim 2-ci abzas, 1-ci abzas yadımdan çıxıbdı. Nə edirəm ona görə də uşaqlar? Təzdən qayıdıram və bu abzasları anlayana qədər, amma dərk eləyənə qədər tam bilim ki, tam əmin olum ki, mən bunu tam anlayıram da. Yəni ona görə də tam əmin olmamış uşaqlar qətiyyən mətnin digər hissələrinə keçmirsiniz. Nə edirsiniz? Təzədən dönürsünüz başa və bunları təbii ki də yenidən oxuyursunuz və qətiyyən həyəcanlanmayın. Plus da ki, mənim kimi sürətli olmayın. Mən
Belə 30-28 yazdım, amma təbii ki də özümdən 30'da 30 gözləyirdim. Hətta bütün il boyu özümə inanırdım ki, mən 30'da 30 yığacağam. Amma 28 oldu. Hətta o da yəni tələsməyim ucbatından oldu. Həqiqətən 2 variant, 3 variant arasında qalmışdım. 3 yox, amma 2 variant arasında qalmışdım. Təəssüf ki, həmin o 2 sualda səhv cavabları götürmüşəm. Bu arada aşıq suallardan da dediyim kimi uşaqlar, neyinsiz? Aşıq suallardan da mətndəki faktlardan istifadə edin. Maksimum qədər mətndəki gördüyünüz faktlardan istifadə edin uşaqlar. Çünki artıq o dim yoxlayanda məncə bunu artıq görəcək ki, uşaq mətni çox diqqətlə oxuyub və oradakı faktlardan istifadə edir. Mən şəxsən elə yazmışam. Siz də belə, yəni uğurlar arzulayıram. İnşallah ki, çox yaxşı yazarsınız uşaqlar. Sizin hamınıza uğurlar arzulayıram. Bol-bol uğurlar. Belə. Sağ olun. Digər video dərslərimdə görüşənə dək. İnşallah ki, hər biriniz uğurlu yazarsınız və gəlib bu videonun altına necə yazdığınızı burada bölüşərsiniz. Sağ olun uşaqlar.